Aprelin 20-sində keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Uğur qazanan minlərlə məktəblidən biri də 9-cu sinif şagirdi Sadiq Rəcəblidir. Sadiq xərçəng xəstəliyindən əziyyət çəksə də bu ona əngəl olmayıb. Həm yaşıtlarından fərqli olaraq o imtahanda yüksək nəticə əldə edib. Xəstəxanada olduğum müddətdə, yəni hər gün sistemlər qolumdaydı. Yəni sistem qolumda ola da mən dərs oxuyurdum. Yəni dərsdən kənar qalmırdım. Sadiq Rəcəbli 2023-cü ildə xərçəng xəstəliyinə tutulub. Hazırda ev şəraitində müalicəsini davam etdirən 15 yaşlı gənc bu ağır sınağa baxmayaraq dərslərdən geri qalmayıb. Dərslərə onlayn qoşulub, xəstəxana şəraitində belə kitabı əldən yerə qoymayıb. Bütün bu əzmkarlığın nəticəsi olaraq buraxılış imtahanında mümkün 300 baldan 254 bal toplayıb və məktəbində ən yüksək nəticəni əldə edib. Məktəbində bu nəticə ilə birinci yeri tutub. Hər gün hazırlaşırdım imtahana. Əvvəllər hər gün demək olar ki, xəstəxanaya gedirdim, amma həftədə bir dəfə gedirəm. Məktəbdə olan dərslərin yerini öyrənirdim, yəni dərsləri oxuyurdum, davamlı olaraq hazırlaşırdım. Halım pis olurdu, başım tez-tez ağrıyırdı. Yəni elə olurdu, dərs oxumağa belə halım olmurdu. Amma ona rəğmən yenə də oxumağa çalışırdım. Xəstəliyi ilə bağlı çətinliyə baxmayaraq Sadiq məqsədindən dönməyib, kitaba sarılıb. Bu da onun hekayəsini yazmağa yardımcı olub. Ancaq hər şey bununla bitmir. Qarşıda görüləcək işlər var. Özümə inandım, yəni çalışdım və bacardım. 3-cü qrupa hazırlaşıram. Yekəndə də hüquqşünas olmaq istəyirəm. Məktəbdə yəni indiyə kimi 9-cu sinif üzrə ən yüksək bal toplayan mənəm. Çox əziyyət çəkdim. Yəni maşınımız belə yoxdur. Yəni xəstəxanaya taksi ilə gedib gəlirdik. Yəni bu əziyyətə baxmayaraq, bu zülmə baxmayaraq, yenə də hər gün çalışdım, özümə inandım. Və axırda da bu nailiyyəti əldə elədim. Sadiqin xəstəliyi ailəsi üçün gözlənilməz və çox ağır bir sınaq oldu. Anası Ruqiyyə Rəcəbova üçün bu zamanlar əziyyətli dövr oldu, amma o bu ağrıların içində oğlunun iradəsinə, mübarizəsinə güvəndi. Anası deyir ki, Sadiqin xərçəngdən xilası üçün əllərindən gələni ediblər. Elə Sadiqin əzmkarlığı da onu həyatda tutub. Palatanı belə dağıdırdı ki, 50 dənə bu dəqiqə test gəlir. Yəni onu başa sala bilmirdim ki, sən bu dəqiqə sağalmalısan, ilk növbədə sənin sağlığında. Dedi, yox, çox həyəcan keçirdi, imtahan günüsü. Uşağın özü də çox həyəcanlı idi. Getdim 3 saat orada qapının ağzında uşağı gözlədim ki, günün altında gözlədim ki, o uşağı bizim hal pisləşər. Bu nəticəni gözləyirdim əslində mən. Gözləyirdim ki, inşallah yaxşı olar. Çünki çox əziyyət gördüm, uşaq çox çalışdı. Sistemlər altında o uşaq kitab oxuyurdu. Müəllimlər də həkimlər deyib ki, bu uşaq bu vəziyyətdə kitab oxuyur. Sumkalarla kitab aparılır xəstəxanaya. Əslində ona çox oxumaq da olmazdı da. Başına zada təsir olurdu. Əl çəkmək, deyil nə olur olsun, mən hazırlığa da getməliyəm, mən qan analizi vermək, kimya içmək bu dəqiqədə. Yəni bütün günü dərman daladı. Kitab da aşı eləcək, testlər alınırdı. Həyat mübarizədir. Kimisinə ağır, kimisinə isə yüngül. Sadiqin isə qədərinə ağrı düşüb. Lakin ağır olduğu qədər də güclüdür. Bu gücü sayəsində ayaqdadır və mübarizəsini davam etdirir. Günəş Rızayeva, Nadir Cəlilov, Fidan Səfər, Space xəbər.